Salam hörmətli izləyicilər, xoş gördük yanımızda. Sizləri Binə qəsəbəsində ən gözəl ərazilərdən birində, sağa gedən küçədə, əkizlər inşaata yaxın bir məsafədə, 3 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı həyət evinin çəkilişinə gəlmişik. Çəkilişimizi həyət yeni sahəsindən başlamışıq dəyərli izləyicilər. O gördüyünüz kimi həyət yeni sahəsidir. Ağlay döşəmə daşlarına kimi döşənləyib, həyət yeni sahəsində ağaclarımız var, mövcuddur. Buradan giriş qapısıdır, tam asfalt yolun üstündədir. Bax, kamera sisteminə kimi var. Bura həyət sanitarıdır. Bax, gördüyünüz kimi tam hazır vəziyyətdədir. Yəni, evin remonta heç bir ehtiyacı yoxdur. Üz görünüşüdür, ağlay daşlarına kimi döşənləyib. Reşotkaları var. Yəni, yenə də deyirəm, şəxsi tikili əlim yandıda. 2 ailə üçün nəzərdə tutulmuş ev axtaranların nəzərinə. Ehtiyat su təmiz, kombisi əlavə olaraq. Bax, burada gördüyünüz kimi kombo otağıdır. Sağ tərəfdəndəki arxasına keçidi qoyulub. Evində 2 dənə kondisioner var. Heç nə götürülmür evdən. Hər şeydən qalır. Keçək evimizin içi ilə də tanış olaq. Yerdən 4 daş kürsülü. Daxil olduq evimizə. Evə daxil olduqda dəyərli izləyicilər, qarşılayır bizi koridor. Hardasa bir 4-5 metre enində koridorumuz var. Sağ tərəfdə yerləşir evimizin zal hissəsi. Böyük, geniş, hardasa bir 10 metrenin 4 metreye, 4.50-yə nədirsə belə bir şeydir. Burada yerləşir 1-ci mərtəbənin ailə otağı. Gördüyünüz kimi. Burada hamam otağı ilə ayaq yolusu. 1-ci mərtəbədir. Mətbəxlə də sizi tanış edəcəm. Mətbəxdən də adam olduğuna görə üzrlü sayısı çəkənmirəm. 2-ci mərtəbəyə qalxdıqda dəyərli izləyicilər, bax, pilləkənlərinə kimi hamısı işləmələrdir. 2-ci mərtəbəyə qalxdıqda hardasa bir 5 metre, 4 metre enində koridorumuz var. Kim istəsə buranı zal da eləyə bilər. 2-ci zal. Burada iş otağımız var. Burada yerləşir 1-ci ailə otağımız. 2-ci mərtəbənin içində də sanitarı var. Gördüyünüz kimi moydadır zat. Burada yerləşir 2-ci otağımız. 2-ci mərtəbənin. Yəni, hardasa bir olar 200-250 kvadratlıq ev. Burada da ki 3-cü otağımız tam hazır vəziyyətdə. Keçək sizi mətbəxi ilə də tanış eləyim. Qazı, işığı, dövlət suyu, hamısı da var. Qiyməti də 147 minə deyilir, tam asfalt yolun üstündə. Real alıcıya normal bir indirimi var. Bu da dəyərli müştərilər, evimizin